Salam dəyərli şagirdlər, Kimya 8-ci sinif 2-ci hissə iş dəftərindən 4.1-ci sualların izahına baxaq. Deməli, kimyəvi reaksiyaların sürəti. Birinci cədvəldə müxtəlif proseslər və onların baş vermə vaxtı verilmişdir. Proseslərin sürətinin artma sırası düz. Baxın uşaqlar, bu çox sadə bir şeylə də yadda saxlaya bilərsiniz. Məsələn, siz deyək ki, A nöqtəsindən B nöqtəsinə gedirsiniz də maşınla. Maşın sürətli getsə, orası sərf olunan vaxt, misal üçün tutaq, 50 kilometr bölünsün saat sürətlə gedirsə, tutaq ki, bura 1 saat vaxtınız lazımdır. Amma sürəti artırsınız elədiniz 100 kilometr saatda, o zaman 30 dəqiqə vaxt lazımdır. Yəni ki, reaksiyada sürətli olanda ona sərf olunan zaman az olur. Reaksiya sürətli gedəndə sərf olunan zaman azdır. Və sürətlərin artma sırası ilə düz deyir bizə burada. Baxaq, zaman hansında azdırsa, o daha sürətlidir. Artma sırasına görə burada bir neçə ay deyir. Ən sürəti zəif olan budur. Sonra 24, 48 saat A-dır. Bir neçə dəqiqə, 5-10 dəqiqə D, bir neçə dəqiqə C, bir neçə saniyə belə. Ən sürətlisi bir neçə saniyədə baş verəndir. B, C, Y, B. C və Y bəndlərində olan reaksiyaların sürəti hansı vahidlə ifadə etmək olar? C və Y-yə baxaq. Şamın yanması. Bu şamın yanması, şam bərkdir də. Qram bölünsün saniyə deyə bilərik. Burada mı dəqiqədir, ona görə də bərk maddə dəqiqədə baş verdiyi üçün qram bölünsün dəqiqə deyək. Y-də nə var? Benzinin alovlanması. Bu isə bir neçə saniyəyə baş verir. Bir saniyədə olan miqdarına görə təyin edə bilərik sürətin vahidini. Baş verən reaksiya sürətlərini müqayisə etdirir. Burada birinci kağız yanır. Partlayış baş verib. Bu partlayış daha tez baş verən bir şeydir. Kağızın yanması belə, yəni saniyələr alan bir şeydir partlayış. Çox tez baş verir. Sonra deməli, kağızın yanmasını götürə bilərik. Burada bu fosillərin yaranması. Fosillərin yaranması çox zaman alır. Bu paslanma bir neçə ay. Ona görə bunun sürəti daha böyükdür 2-dən. Abone olun, like edin, rey yazın, video linkini paylaşın. Sağ olun. Sinki xlor tursuna əlavə etdikdə kimyəvi stəkanın 1-ci və 5-ci dəqiqələrdə şəkilləri verilib. Reaksiya sürəti necə dəyişir, bunu necə müəyyən etdin? Deməli, burada nə görürük? Sink görürük, deməli, şəkil yaxşı düşməyib bu. Sinkdir, üzərinə H xlor gəlsək, alınır sink xlor 2, üstə gəl H2. Reaksiya sürəti necə dəyişir, bunu necə müəyyən etdin? Sinki xlor tursuna əlavə edəsəz, təbii ki, burada reaksiya gedir, sürət yəni zaman keçdikcə artır. Amma artıq bu sinkin miqdarı azaldıqca sürət azalır. Belə deyək. Sink əlavə etdikdə reaksiya sürətlənir. H2 qaza ayrılır. Qazın ayrılması azaldıqda sürət zəifləyir. Belə. Qazın ayrılması dayandıqda isə artıq orada reaksiya sürətindən söhbət gedə bilməz. Əhəngdaşı qızdırıcıda parçalanma zamanı reaksiya sürətinin tədricən azalmasını necə müşahidə etmək olar? Əhəngdaşı burada kalsium karbonat.
Alınır kalsiyum oksid, üstə gəl CO2. Buradan da baxın, CO2 qaza ayrılır. Tədricən azalma CO2 qazının ayrılan miqdarı azalır. Bunun əsasında biz müşahidə edirik ki, sürət azalır yavaş-yavaş. Natrium hidroksid məlununa damcı-damcı xlor turşusu əlavə etdikdə reaksiyanın sürətini pH metrlə izləmək olarmı? Cavabını əsaslandır. Reaksiyanın sürətini izləmək olar. Çünki siz burada damcı-damcı gələndə buradan alınır natrium xlor, üstə gəl H2O. Burada pH metrlə izlədikdə əvvəlcə mühit qələbə olur. Yəni burada natrium oxidin miqdarı çox olduğu üçün. Zaman keçdikcə duz alındıqda mühit neytral olur. Yəni pH 7-yə bərabər olur. Baxın, burada bir məsələ var. Burada sürəti pH metrlə izləmək olarmı deyir. İzləyə bilərik, amma sürət konkret neçədir, onu bilə bilmərik. Çünki bu pH metr sürəti ölçmür. Orada mühitin qələvi və ya da neytral pux mühit olmasını ölçür. Burada natrium hidroksid bizə qələvi mühit verir. pH metri, məsələn, əvvəlcədən əlavə edəcək, o bizə qələvi mühit verəcək və yavaş-yavaş bu pH metrdə belə deyim, pH metrdə 7-dən çox olduqda, pH 7-dən çox olduqda qələvi mühiti göstərir. Və orada 7-dən deməli, artıq natrium klorura çatdıqda 7-yə bərabər olur da. Əvvəlki pH 7-dən böyükdürsə, 7-dən üzü aşağı gəlir. Yox, 7-dən üzü aşağı gəlir demirik. 7-dən böyük, məsəl üçün, tutaq ki, 9-dur. pH 7-yə, tam 7-yə bərabər olduqda, burada artıq reaksiya dayanır. Məsələn, 9 idi, 8-ə gəlirsə, bu demək ki, sürət zəifləyir. İzləmək olar, bəli. Bu qədər, buradan sağ olun.